Salam, bugün trading dünyasına biraz, necə deyim, fərqli pəncərədən baxacağıq. Qrafiklər, texniki analiz filan bir kənara. Bəli, daha çox başımızın içində nə baş verdiyinə fokuslanacağıq. Əlimizdə təcrübəli trader Tom Haugard'ın müsahibələrindən, fikirlərindən ibarət materiallar var. Çox maraqlı şəxsiyyətdir. Məqsədimiz nədir? Anlamağa çalışaq ki, niyə uğurlu trading əslində texniki bacarıqdan çox psixologiya ilə bağlıdır və insanlar niyə ardıcıl olaraq pul itirir? Bax, elə Haugard'ın əsas iddiası budur da. Deyir, traderlərin o böyük əksəriyyəti, yəni 80-90% pul itirir. Amma səbəb texniki analizi bilməmələri deyil. Yox. Bəs nədir? Əsl səbəb onların normal insan kimi düşünməsidir. Xüsusilə də o qorxu kimi, hərislik kimi emosiyaları idarə edə bilməməsidir. Çoxları elə bilir, bilik çatışmır. Düzdür. Adam elə düşünür ki, nəsə bir sir var, onu bilmirəm. Yaxşı, gəlin onun konkret bir yanaşmasına baxaq. Haugard özünün senari analizi dediyi bir üsuldan danışır. Bu tamamilə keçmiş dataya əsaslanır. Məsələn, deyir ki, Dow Jones indeksində belə bir şey tapıb. Nə tapıb? Əgər cümə günü cümə axşamının maksimumunu keçə bilmirsə, yəni o zirvəni yeniləyə bilmirsə, çox böyük ehtimalla bazar ertəsi günü, cümə gününün minimumundan da aşağı düşəcək. Statistikası da güclüdür. Deyir, 95% halda belə olub. Son tədqiqatında 24 haldan 21-də özünü doğruldu. Wow, 95%? Bu, yəni konkret bir qayda deyil yəqin, amma onun necə fərqli üstünlüklər axtardığını göstərir. İndikatorlardan kənarda. Bax, elə bu onun əsas argumentini gücləndirir. Fərqli düşünməlisən, kütlə kimi yox. Və burada supermarket təfəkkürü dediyi bir tələdən danışır. Supermarket təfəkkürü. O nə deməkdir? Yəni, bir səhm ucuzlaşanda bizə elə gəlir ki, əla fürsətdir, almalıyıq. Necə ki, supermarketdə nəsə endirmə düşəndə qaçıb alırıq. Ucuzlaşıb deməli yaxşıdır, məntiqi. Amma Haugard deyir ki, maliyyə bazarı supermarket deyil axı. Uğurlu traderlər onun fikrincə düşən aktivlərə deyil, qalxan aktivlərə əlavə edirlər. Yəni, onsuz da qazanan mövqelərinə. Yəni, daha da bahalaşacaq deyə düşünürlər. Prinsip yüksək al, daha yüksək sat olur. Bu bizim instinktlərə tam ziddir axı. Əlbəttə ziddir. Çoxumuz kiçik bir mənfəət görən kimi qorxuruq ki, əldən çıxar. Tez mövqeni bağlayırıq. Cibimdə qalsın, deyirik. Amma Haugard deyir ki, əsl sənət, əsl çətinlik o qazanan mövqeni saxlamaqdır. Hətta fürsət varsa böyütməkdir. Bu yerdə məşhur tısbağa traderləri hekayəsi yada düşür. Onlara öyrədilən sistem çox sadə idi də, elə deyilmi? Bəli, çox bəsit. Son 20 günün ən yüksəyinə çatanda al, ən aşağısına düşəndə sat. Texniki olaraq asan, amma əsas problem nə idi? Psixologiya. O qazanan mövqelərdə əlini qoyub gözləmək. Düzdür. Bu, psixoloji cəhətdən o qədər dözülməz idi ki, təlim keçənlərin çoxu sistemi axıra qədər tətbiq edə bilmədi. Baxmayaraq ki, sistem işləyirdi. Deməli, o qazanan mövqəni saxlamaq əzabı. Bu, bizi birbaşa Haugard'ın digər vacib məqamına gətirir, mental hazırlıq. Bəli, o deyir ki, qrafiklərə baxmaqdan daha çox vaxtını buna sərf edir. Mental hazırlığa. Bu nə deməkdir praktikada? Meditasiya filan? Yox, tam elə deyil. Daha çox keçmiş əməliyyatları analiz etməkdir. Amma təkcə texniki səhvi yox. Həmin anda nə hiss etdiyini anlamaq. Qərar verəndə qorxu var idi, ya əvvəlki uduzmadan sonra bir tərəddüd və ya əksinə, əvvəlki qazancdan sonra həddən artıq özünə güvən, hərislik. Yəni emosional vəziyyəti analiz etmək. Məqsəd bu emosiyaları tanımaqdır. Onlarla, dost olmaq, anlamaq ki, onlar nə vaxt ortaya çıxır və qərarları necə təsir edir. Haugard hətta məsləhət görür ki, Nəyi? Açıq mövqedəki o virtual qazancı heç vaxt real əşyalarla müqayisə etməyəsən. Yəni deməyəsən ki, bu pulla yeni maşın ala bilərəm və ya o ayaqqabını. Niyə ki? Bu motivasiya vermir? Əksinə, çünki bu dərhal emosional reaksiya yaradır və qazancı qorumaq instinktini işə salır. Halbuki bəlkə də trend hələ davam edir və mövqeni saxlamaq lazımdır.
Çox maraqlıdır. Mən ən çox düşündürən isə onun beynimizin bizə aldatması ilə bağlı dedikləri oldu. O afofeniya məsələsi. Hə, apofeniya, yəni əslində olmayan yerdə qanunauyğunluqlar, naxışlar görmək meylimiz. Qrafiklərdəki o trend xətləri, baş və çiyinlər, üçbucaqlar, bəzən sadəcə bizim görmək istədiyimiz şeylər olur. Öz inanclarımızı təsdiqləyən illüziyalar. Belədir. Biz obyektiv reallığı yox, öz fikirlərimizə, öz qərəzlərimizə təsdiq axtarırıq çox vaxt. Beynimiz bizi belə aldadır. Yaxşı, bütün bunlar bizi, belə deyək, fundamental bir suala gətirir. Buyurun. Əgər daha yaxşı texnologiya, daha sürətli informasiya, daha mürəkkəb alətlər treyderlərin əksəriyyətinin nəticəsini yaxşılaşdırmırsa, Çünki yaxşılaşdırmır da, Hallgardın başladığı vaxtlarla müqayisədə indi hər şey var, amma itirənlərin faizi demək olar eynidir. Deməli bəlkə də problem həqiqətən də xarici alətlərdə bilikdə deyil, bəlkə də problem içimizdədir. Hallgardın bütün yanaşması elə bunu göstərir. Öz düşüncə tərzimizi, o dərinlərdə yatan qorxuları, qərəzləri başa düşmək və onları idarə etməyə öyrənmək. Bax, budur maliyyə bazarlarında uğurun əsl açarı. Yəqin ki, təkcə orada yox, həyatın başqa sahələrində də. Belə isə yekun olaraq bu söhbətdən sonra bəlkə də hər birimiz özümüzə bu sualı verməliyik. Sizin maliyyə qərarlarınızı, ümumiyyətlə önəmli qərarlarınızı nə dərəcədə soyuq başla edilmiş analiz idarə edir? Və nə dərəcədə fərqində olmadığımız o psixoloji təkanlar, içirmək qorxusu ya da sürətli qazanc əldə etmə həvəsi. O supermarket endirimi axtarışı ya da sadəcə hamı nə edirsə onu etmək istəyi, kütləyə qoşulmaq. Bəli, əgər Hallgard kimi bir anlıq kənara çəkilib, öz davranışlarınıza, öz düşüncələrinizə, emosional reaksiyalarınıza obyektiv nəzər salsanız... Görəsən nə kəşf edərdiniz? Hansı təkrarlanan səhvləri, hansı zərərli vərdişləri görərdiniz? Bu barədə düşünməyə həqiqətən dəyər.